Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Hər zaman bizim dəyərli qonağımız, dəyərli dostumuz Rafiq Cəlloyev Türkiyədən gələndə elə tez belə deyim, tapıram onu, deyirəm təəssüratlarını bölüşək. Həmişə mövsümi xəstəliklərdən, insanların psixoloji durumunun aşağı düşməsindən, ümumiyyətlə insanların həm ruhsal şəkildə, həm cismani şəkildə sağlamlaşması üçün dəyərli məsləhətlərini almağı özümə borc bilirəm. Yenə də yaxın günlərdə Türkiyədən qayıdıb bildiyiniz kimi həm orada işləyir, həm orada belə deyək ki, pasiyentlər yığılır, gözləyirlər Rafiq müəllimi və gedir müalicə edir, sonra gəlir. Necə ki, Türkiyədən, xaricdən bura həkimlər gəlir, Rafiq müəllim də belə dəyərli uzmandır, xalq təbabəti bilicisidir. Xoş görürük Rafiq müəllim. Sağ ol, çox sağ ol. Dəvətinə görə təşəkkür edirəm. Borcumuz var. Mən necə təəssüratla gəldiniz? Oralarda da qar idi. Hələ? Orada valla vəziyyət çox mürəkkəbdir. Bu saat İstanbulda qar dizzəndir. Heç nəfəs almaq olmur. Hətta bu yaxınlarda bir həftə bundan qabaq uçaqlara hələ qaytardılar, biletlər də qaytardılar, elədilər. Gediş-gəliş biraz çətin. Amma Kayseriyə də gəlsə, orada lap soyuqdur bildiyim qədər. Oralar dağ ətəyidir də, Ərziyaz dağının, orada yayda da qar olur. Necədir orada da bu xəstəliklərlə bağlı hər zaman deyirsiniz, müraciət edirlər. Daha çox məsələn, mən həmişə onu soruşuram. Bu insanlar nə ilə bağlı daha çox müraciət edirlər? Valla indi bu dəqiqə həm havaların soyması, həm də ki bu bəzi yerlərdəki bu döyüşlər gedir, müharibə şəraitidir. Yəni bu atılan silahlar, bunlar hamısı havanı çirkləndirir, ekologiya çirklənib, virus, müxtəlif belə xəstəliklər yaranıb bu dəqiqə. Ən çox bu saat deyim də sizə havanın soyuq olması ilə laringitdir, faringitdir, boğaz yollarında ağız xəstəliklərdir, ondan yuxarı tənəffüs yollarında asmadır, bronxitdir. Bunlar çoxalıb. Ondan sonra streslə bağlı, şəraitlə bağlı, maddi durumla bağlı, insanların işi ilə bağlı. Həm də orada qiymətlər gündən-günə bahalaşır, o da biraz stres verir yəni. Bəli, bunlar hamısı da yəni yaşayışdır, ümumi götürürəm mən. Yaşayışla bağlı olan o stres, bundan depressiya halları insanlarda böyrək xəstəliyi yaradır, ondan qaraciyərdə problemləri yaradır. Ondan sonra bir çox psixoloji, fiziki yendirəm xəstəliklər yaradır. Bu da ki, çox belə, yəni acınacaqlıdır, inandırım səni. Bəzi dərmanlar da heç kömək eləmir, inanırsınız. Mən özümə o qədər bu, indi axır vaxtlar bu asma ilə təzə şeylər düzəltmişəm, çox müraciət edirlər. Özdə indi uşaqlarda çoxdur. Qızdırma ilə gəlir, öskürək ilə, quru öskürəkdir. Bundan sonra görürsən gedir, nə qədər dərman içirlər, pnevmoniya yayılıb, bax bu dəqiqə. Aydındır, orada mən bir videonuzu gördüm, paylaşmışdınız. Bəlkə də bir 20 neçə nəfər sırayla düzülüb, hamısına bioenerji verdi, sonra kollektiv bioenerji verdi. O bir əhəmiyyəti olur, yəqin o dərman təsir eləməyəndə bu cür eləyirsiniz. Əlbəttə, elə şeylər var ki, insanlar birinci biz telefonu yükləmirik. Bu da belə, bioenerji də belə zaryadkadır da, yüklənir, özümüzü psixoloji yüklüyürük, enerji yüklüyürük. Bu mütləq lazımdır. Bu enerjinin də mənbəyi insanın duyğusunda əmələ gəlir. Buna əlaqədar Freydin də sözləri var. Yəni, enerjisiz insan olmur. Enerji mütləq lazımdır. O enerji əksiliğini, ondan sonra insanda o ruhsal aləmi, o emosional, astral cəhətdən, mental cəhətdən, yəni bunlarda dəyişiklik aparmaq olur. Müəyyən məsələn emosiyalar var ki, mütləq bunlar uzun müddət, illərlə insan yaşayır, başlayır onda müxtəlif psixoloji xəstəliklər yaranır. Məsələn, mən indi belə bir dərman düzəltmişəm, məndə var indi. O həm insanları həm psixoloji, həm də fiziki cəhətdən ətrafa olan o müqaviməti gücləndirir, yaddaşa yaxşı kömək edir, ondan sonra immun sistemi gücləndirir. Məncə elə insanlara indi o çox lazımdır. Deyir, enerjinin azlığından insan xəstələnir. Yəni o da immunitetə təsir. Bədənin o əzələlərini möhkəmləndirir, ondan sonra yaddaşa yaxşıdır, əsəblərə yaxşıdır. Eyni zamanda cinsi zəifliyə də yaxşıdır. Məsələn, insanlarda bu dəqiqə
o stresslə bağlı o psixoloji cinsi zəiflik daha çoxdur. Və eyni zamanda üstəgəl ekoloji o natarazlıq, natarazlıq, ondan sonra qidalanma, bunların hamısını bir-birindən bağlı olan şeylərdir. Mən əsas diqqəti ora yönəldirəm indi. Bir də insanlarda indi böyrəklər mütləq lazımdır. Böyrək belə bir orqandır ki, mən həmişə deyirəm, bədənin bütün fiziki, zehni, psixoloji, bütün bədənin o zəhərləri böyrəkdən gəlir, çıxır. Ona görə də böyrəklər sağlam olmalıdır. Böyrək zəif oldu mu, böyrək sidik cinsiyyət yollarıdır. Oradakı şirə ifrazı, ondan sonra essensiya var. O, böyrək üstü vəzni idarə eləyir. Ondan sonra onlar da hamısı sinir sisteminə, beyinə təsir edir. Əgər bunları müalicə eləməsən ki, sinir sistemin nevropatologu elə eyni iynələri, dərmanı yazacaq sənə 3 aydan bir, 6 aydan bir xeyri yoxdur. Yəni o əsas o səbəblər. Səbəblər ki, bəzən görürsən düzgün müayinələr olmur, yaxşı şeylər verirsən, deyirlər ki, yaxşı kömək eləmədi. Sonradan aydın olur ki, tamam səbəb ayrıdır. Buna görə bunlara diqqət eləmək lazımdır. Və siz o dərmanı verəndə səbəbini soruşmursunuz, yoxsa səbəbi demirlər? Yox, mən səbəbi soruşuram. Mən gördüyüm qədər həmişə deyirsiniz, nədən olur? Şəxsi həyatını da hətta bəzən maraqlanırsınız. Yox, mən onları soruşuram. Əsas birinci, yəni deyirəm, o psixoloji cəhətdən o düşüncə müalicəsi deyir ya. Hansı ki, o negativ, mənfi, bəyənmədiyi şeylər var həyatda, onlara zərər verən şeylər var ki, birinci çalışıram onları araşdırım. Çünki hamısı oradan. Və həmişə deyirik, bunu beyin bilgisayardır, kompüterdir. Yəni, hamısı oradan idarə olunur. Ona görə də bədən də oradan idarə olunur. Fiziki cəhətdən, ondan sonra ailədə, pılda, hökumətdə, işdə, bacarıqda, münasibətlər də. Bunlar hamısı nəticədə düz olmayanda, əlaqələr düz olmayanda gəlir, nə olur? Nəticə etibarı problemlər yaranır, gəlir. İstəyir xəstəlik, istəyir uğursuzluqlar. İndi ən çox bu dəqiqə həmişə deyirik ki, məsələn, insanların tələbat var, birdən maraq var. Həyatdan, dövlətdən, ailədən, cəmiyyətdən gözləntiləri var. Bunlarla bağlı ən çox, yenə də deyirəm, bax, insanların gələcəklə bağlı, ondan sonra bacarığı, qabiliyyəti, intellekti, ruhsal aləmdir bunlar, münasibətlər sistemidir. Sonra gəlir fiziki, maddi durumdur, maddi şəraitdir, puldur. Və bunlarla bağlı ən çox keçirilən stresslərdir bu dəqiqə. Arzuları ilə, iradələri ilə bağlı, ondan sonra əsas bunlardır. Çalışıram ki, bu yöndən kömək edeyim adamlara. Rafiq müəllim, bax, dünya parapsixoloqları söylüyor ki, insanlarda hal-hazırda, indiki dövrdə, xüsusən 25-ci il girəndən astral bədənlə fiziki bədənin, belə deyək ki, münasibətlərin pozulmasından yaranır bu problemlərin çoxu. Ona sizin izahınız necədir? Çox düz deyirlər. Astral deyəndə biz nədir? Astral səyahət deyirlər. Bu ruhsal bədən. Ruhsal bədəndir. Bu emosiyalardır, insanın emosiyalarıdır, hissləridir, duyğularıdır. Yəni adam var görsən çılğındır, adam var sakitdir, emosial cəhətdən özünü idarə edə bilir. Emosional cəhətdən məsələn o fikirlərimizi biz çatdıranda o mental cəhətdən görürsən ki, o düzgün olmayanda əlaqələrimiz problem olur. Mən sizə deyim də, əsas bizim 5 dənə hiss üzümüz var da. Yəni bu görmədir, eşitmədir, toxunmadır, dad bilmədir, duymadır, toxunmadır. Yəni bunlar hamısı bizim qavrayış simvolumuz. Biz bunlarla cəmiyyəti, dünyanı, həyatı qavrayırıq. Bu da bizim əlaqələrimizə xidmət edir. Əlaqələrimizə baxmaq lazımdır. Biz əlaqələrimizə baxmaq əvəzinə onu düzəltmək, pozitiv şeyləri həyata, davranışları, o niyyətimizi düzəltmək üçün, onları keçirmək əvəzinə, onları yəni düzəltmək əvəzinə biz nə edirik? İncimək, nifrət, paxıllıq, ondan sonra nifrət, qısasçılıq, ikiyüzlülük, yaltaqlıq, nə bilim, bir çox şeylər var. Mən bunlarla məşğul olan bu hansı davranış tərzləri ki, hansı niyyətə qulluq edir. Yəni bunlarla mən çox dəqiq və ciddi məşğulam. Bunlara əməl eləmək lazım, bunları düzəltmək lazımdır. Kənardan o deyirik ki, kənar qüvvələr var, bizə təsir edir. Bunlar hamısı o astral yolla təsir edir. Yəni, bunlara düzəltmək lazım, bunlara diqqət eləmək lazımdır. Orqanlarda müəyyən o emosiyalara, insan o düşüncəsinə
düşüncələrini daha doğrusu ifadə edir. Biz onları içəri sıxanda, o bayaqları da danışırdınız, o çakralar deyirik həmən orqanlarda. Həmən orqanlar pozulur, orada qan dolaşımı pozulur, ondan sonra qandakı bizim sevincimiz, sevgimizi göstərir. Onu da bədənə yayan nədir? Damarlarımızdır. Yəni bunlara diqqət eləmək lazımdır. Hardakı qan gedir, üzr istəyirəm, orada da enerji var. Harda da sevgi var, orada enerji var. Günəş enerjisi özdə. Bəli, günəş şələfi o 3-cü çakradır. Mütləq odur, ondan sonra timusdur, 4-cüdür, ondan 5-ci çakradır. Yəni bunlar hamısı biri-birindən bağlıdır. Axırda bunlar düz olmayanda gəlir o 7-ci çakra var, hansı ki kosmosla bağlıdır. Yəni burada psixoloji problemlər olur, bəli. İnformasiyaları düz ala bilmirik, düz paylaya bilmirik onları. Çox yaxşı izah versiniz Rafiq müəllim. Vaxtın darlığına görə bir son sualımı da versən olarmı? Buyur. Bugündən Ramazan, müqəddəs Ramazan ayı başladı. Ramazan o nəfsani fikirlərə, siz dediyinizin bir dolayısı ilə, bəlkə də birbaşa elə onun təyinatıdır. Bir də burada insanlar bir xeyli müddət, günün bəlkə 3də 2-sini yemək yemirlər. Acılıqla müalicə, bu da bir, çünki Həzrət Peyğəmbərimiz deyib ki, oruç tutun, sağlam olun. Deməli, oruç tutun, sağlamlığa da xeyri var. Bir həkim baxışı ilə bu ac qalmaq, qidadan müəyyən qədər təcrid olunmaq insanın sağlamlığına sizin baxışınız acısından deyirəm ki, necədir? Yəni, ac qalmaqla müalicə qədimdən olub. Bax, sizin fikriniz nədir? Bax, bu bir ay insanlarımız, belə deyim, gün işığında yemək yeməyəcək. Bunun bir xeyirləri... Əlbəttə, onun qısa olaraq deyim ki, xeyri var. Bu da ondan irəli gəlir ki, illərlə o hansı ki, nəfsimizə əməl edə bilmirik. Nəfsimiz bizi qoymur bəzi şeylərə. O, nədir, deyir ki, belə yeyinən ki, gözün dalıcan qalsın. Biz amma onu eləmirik də. Saat 2-də yeyirik, 12-də yeyirik. İndi filmlərə baxırlar, nə bilim, bu teleseriallara vaxt gedir, əsəbləşirlər, eləyirlər. Bundan sonra bu qida rejimimiz pozulur. Qidalarda da böyük bir, yəni yanlış şeylər var indi bəzi marketlərdə. Bunlara da diqqət eləmək lazımdır. Çalışıb kənd yeməkləri. Keyfiyyətli qida və vaxtında. Bəli. Bunlara əməl eləmək lazımdır və bu, əlbəttə ki, bu aclıq indi burada indi deməli qidalanmanın da vaxtı var da. Səhər, axşam indi o namaz vaxtı, ondan sonra hansı ki qayda qanunlar var. Onlara əməl eləyəndən sonra heç bir ziyanı yoxdur. Su içməklə olur, aclıqla olur, ondan sonra bu yollar çoxdur. Amma Ramazanda bu oruç tutmaq daha faydalıdır, mən deyərdim ki. Çox sağ olun Rafiq müəllim. Dəyərli fikirlərinizə görə arada sizinlə belə görüşüb, maraqlı, dəyərli fikirlərinizi alacaq. Var olsun, Allah kömək olsun. Sağ olun. Belə dəyərli dostlar, Rafiq müəllim də belə deyək, hələ ki yol yorğunudur, təzə gəlib Türkiyədən, elə dedim imkan daxilində bir 10-15 dəqiqə onun qızıl vaxtından alıb sizlər üçün xərcləyək. Çünki Rafiq müəllim daha çox iş görür deyə danışmaqla o qədər arası yoxdur. Ona görə digərləri kimi çoxlu sayda elə hər gün efirə çıxıb söz yığını demir. Ancaq iş görür, izahları verməyə də tələsmir. Hər halda fərdi qaydada gördüyünüz nömrəyə zəng eləsəz, fərdi qaydada da Rafiq müəllimin qəbuluna düşüb, onun həm məsləhətlərindən, həm bioenerjisindən, həm də o nadir bitkilərdən topladığı eliksirlərlə tanış olub, onlardan istifadə edib sağala biləsiniz. Bizim də məramımız nədir ki, siz sağlam olasınız, xalqımız sağlam olsun. Sağlamlıq çünki elə bir şeydir ki, sağlam bədəndə sağlam yolun var. Bir kəlmə deyim, unutdum bayaq. İndi belə bir eliksirlər düzətmişik. Təzə icadımız. Bəli. Deməli, o gözün o tabaqasında olan, mən o günləri internetə yazmışdım Facebookda. Gözdə, məsələn, o ləkələr olur, ondan sonra gələcəkdə ki, kör olmamaq üçün təhlükəsizliyini təmin eləmək üçün ondan, məsələn, istifadə eləmək olar. Yəni izləyicilər izləyir, yəni gözlə bağlı, mənə də elə lazımdır, çünki gözüm çox hamımıza lazımdır, göz qəlbin aynasıdır da. Belə dediyim kimi sağlam olaq, çünki o sağlıq elə şeydir ki, boşlu da boşluğun sağlığını istəyir. Biz də sizə sağlamlıq arzulayırıq, sağ olun, var olun. Sağ olun.